Deməli, Muğanlı Kurapətkin qəbristanlığındayıq. Burada hamilə qardaşın gəldi 30 neçə il? 86, indi də 2025. Vay dədə vay. Atasının qəbrinə işğaldan azad olandan sonra işte Allah rəhmət eləsin, cənnət olsun. Şükür bu günə ki gəldik, qovuşduq. Ay dədə vay, yazıq qardaş. Ay dədə, atasının qəbri. Ay dədə vay. Demək olar ki, qağa 35 il, 34 il düşmən işğalında qalan qəbri qardaş gəldi, tapdı. Deyə orada yazı da var. Bacının qəbri hansıdır? Hə, o da bacısının qəbridir. Allah rəhmət eləsin. Ehtiyatlı olmaq lazımdır buralarda. Nənəmdir. Orada Nərgiz nənəmdir. Tərəf atamın qəbridir. Bu bacısıdır, bura atasının qəbridir. Bu da nənəsinin qəbridir. Ay dədə gəlib tapır. Əlabbas dayı atamdan qabaq rəhmət. Əlabbas dayı. Allah rəhmət eləsin. Ay dədə. Hə qardaş, nə hisslər keçirsən ay qardaş? Nə hiss keçirəcək? Atamız neçildi gözləyir bizi burada. Gələcək oğlum, gələcək oğlum. Sağ Allah rəhmət eləsin atan. Ya Allah. Onun oğlu hər zaman axtarır. Ay dədə həsrət dayı. Neçillərdir canımızı burada axıb gəldim atamın ziyarəti. Döyüşdü düşmənlə. Allah rəhmət eləsin. Yaralandı. Qazi oldu. Qardaşları döyüşdü, yaralandılar. Bir əsirlikdə qaldı, əziyyət çəkdi. Ürəyi döyünürdü, içə bax. Evliliklər o vaxt biz düzdük, belə qan betonu deyil. 48-49 yaşı vardı. Mən sən deyəndə dünən, mən dedim bu konkret adam hazırdır getməyə. Mən tapacağım. Ümidin üzmək olmaz, hə. Çox risklə gəldik, burada hər cür vəziyyət ola bilər, riskli yerdir. Mən atamı tapmalıydım, qəbrin gəl ziyarət eləməliyəm. Hə, ruhu şaddır qardaş. Allah rəhmət eləsin. Amin. Maşallah. O da Kurapətkin kəndi. Kurapətkin. Şərəfsiz evlənlər, bütün qəbirləri. Hə, Kurapətkin bizim qonşu kənddir, mən Muğanlı kəndindənəm. Bura İkir kəndin qəbristanlığıdır. O birisi üz Muğanlı, bu birisi üz Kurapətkinin. Dünyadan köçən əzizlərimizin qəbirləridir. Bunlar atam sevindi ki gəldi. Hə, ruhu şad oldu. Müqəddəs gündür. O bilir ki, o qəhrəman övladları var, oğlanlar. O gələcək, hər zaman buraları tərk eləyəcək. Bu da nənəsinin qəbirdir, rəhmətli. Buna bax, vandalizmə məruz qoyublar. Şərəfsizlər. Gör bunu nə günə qoyublar buranı. Gör, bunu baş daşı qırıb aparıblar. Gəldi, bax ki, gəldi, rahat gəldi. Hər bayramda İnşallah. gözün yol qorxacaq. Ay dədə. Bax budur, bu torpağı budur. Bunun torpağından aparıb anamın üstünə, qəbrin üstünə tökəcəm Bərdədə. Allah rəhmət eləsin. Anan da Bərdədədir də, Allah rəhmət eləsin. Ay dədə vay, nə risklə gəldi bura. Gözəl torpaqdır. Torpağın hamısı Çox risklə gəldi. Çünki bura elə bir ərazidir ki, erməninin birinci balının qarşısıdır. Yəni o tərəfdən bəri, birinci oynuyor. Hər şey ola bilər. Hər zibilə rast gəlmək olar da. İndi Hamlet müəllimiz döyüş təcrübəsinə əsaslanaraq ərazini nəzərdən keçirdi. Oradan artıq. Cənnət olsun. Amin. Hər bayramda inşallah yanındayım. Ziyarətini edəcəm. Hep qalmışlar. Torpağımız azad. Kəndimiz yerimiz, hər yerimiz azaddır. Hər birisi. Qəhrəman əsgərlərimiz, qəhrəman övladların torpaqları azad elədi. Rahat yat. Şükür Allah ki gəlmişsən qəbrini ziyarət elədi. Hər axşam bax bu vəziyyət gözümün qabağında idi. Bax. Çünki bu qəbri özümüz düzəltmişik. Yəni elə promoyda gəldin tapdın, Hədə bu özümüz düzəltmişik. Hə də. Buradakı kubi ilə. Neçənci ildə rəhmətə gedib qağa? 86-da, hə. Bax bu kubikləri biz biçmişik. Hə, bax dədə, kubikdir, hə, ora. Burqalı buradan beton töymüşük bura.
Buranın başdaşlığını Allah rəhmət eləsin. Alay Yaqub düzəltmişdi atamın Hə? başdaşlığını. Biz o vaxtlardan Allah rəhmət rəhmət Yaqub eləsin. tanıyırıq. Hə, başa düşdüm. Qatır bənmədi. Allah bizi o getdi orada döyüşdü yanında. Başdaşın qırıblar. Ağır gəlib başdaşlığını. Bunu qırıblar, o biriləri qırmışlar. Nədəsə bax bunu qırıblar, onu qırıblar. Bəzilərini salamat saxlayıblar. Qəbrin qisasın gələcəkdə erməndə nə vaxt tutsam alacam onu. Qəbir özü yoxdur. Canımızda nə qədər can var. Bizdən deyirlər ki, ermənilərlə barışmaq. Ermənilərlə nəyin barışacaq? Mən öz qəbrimi gəlib tapam verəm. Görürsünüz? Öz meyidimizi tapa bilmirik. Bəlkə başdaşı götürüblər, yoxsa? Yox, elə. Bunlar elə bil. Alçaq uğraş millət ki, dünya üzünə qoyulasın millətlər bunlar. Qəbri də. Bunlar bilirsən o, deyir o bizim ölülərin dişini, qızıl dişlərini axtaran kimi bunlar alçaqlar. Cavan yox. Bacım 88-də rəhmət edir. Allah Cavan rəhmət etsin. rəhmətə gedənlər hamısını sökürlər. Nə üçün? Düşünüblər ki, qızıl dişə görə, ya nə bilim nəyə görə. Burada qara mərmər olub. Hə, bu ağ mərməridir. Hə. Amma atamınki qara mərməridir. Mərməri başlı hissəsi yox.